Deməli, bugün mən sizə Koroğlu dastanından Həmzənin Qırata qaçırması boyunu oxuyacağam və bu müəyyən qədər tam versiyadır. Yəni müəyyən qədər deyirəm, çünki daha geniş versiyası var. Sadəcə olaraq kitablarda verilən hissələrdən daha uzun, yəni 43 səhifəlik bir PDF-dir. Başlayaq. Deməli, Həmzənin Qıratı qaçırması boyu. Toqat səfəri. Bağdad əhvalatlarından sonra Xotkar ətrafa namələr yazıb, adlı sanlı paşaları, pəhlivanları, qoşun böyüklərini yanına çağırdı. Böyük bir məclis qurdu. Elə ki, hər kəs öz yerini tutdu, Xotkar dedi: "Nə qədər ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. Sizi çağırmışam ki, tədbir tökəsiniz, görək necə eləyək ki, onun dünya üzündən yox eləyək. Budur, gün-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir dəladuz varsa, gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budur, qoşun düzəldib şəhərlərimizi, kəndlərimizi alır. Ondan sonra ya gərək gedib ona nökərdən, naibdən olaq, ya da ki, dağlarda, daşlarda qaçaqlıq eləyək." Elə ki, Xotkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü, biri dedi: "Aldadaq, qonaq çağıraq, tutub dar ağacından asaq." Biri dedi: "Adamlarından elə keçirək ki, pul verək, qızıl verək, öldürtdürək." Adamlarından ələ keçirək daha doğrusu. Və pul verək, qızıl verək, öldürtdürək. Biri dedi: "Sən başa düşmürsən." O birisi dedi: "Sən qorxaqsan." Qərəz, bu məclisdə bir səs-küy qalxdı ki, ağız deyəni qulaq eşitmədi. Bunlar deyişməkdə olsunlar, sənə kimdən deyim? Toqatlı Hasan Paşadan. Bu Hasan Paşa ki, kim ola, kim olmaya, haman Toqatlı Hasan Paşa ola ki, atdan ötürü Koroğlunun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da onun gözlərini çıxartdırıb dünya işığına həsrət qoymuşdu. Deməli, Hasan Paşa məsləhət görür ki, bəs Alı kişinin gözlərini çıxardasınız. Çıxarılsın daha doğrusu. Həsən xan isə neynir? Onun gözlərini çıxartdırır. Hasan Paşa Xotkarın sağ əli idi. Həmişə onun əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastığının dibini kəsərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava eləməyin min bir fəndini bilirdi. İndiyə kimi Xotkar onu hansı qulluğa buyurmuşdusa, birə beş yerinə yetirmişdi. Qərəz, Hasan Paşa da bu məclisdə idi. Elə ki, səs-küy qalxdı, Xotkar fikir verib gördü ki, bu danışanların heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil. Hamı ondan qorxur. Elə bir təhər eləmək istəyirdi ki, İlanı Seyid Əhməd Əli ilə tutalar. Yəni elə bir şey istəyirdilər ki, özləri vuruşmasınlar, İlanı Seyid Əhməd Əli ilə tutsunlar. Yəni belə deyək də işləri boyunlarından atsınlar başqa bir vasitə ilə, hansı ki özlərinin iştirak eləmədiyi bir vasitə ilə ələ keçirsinlər. Xotkar özünü Hasan Paşaya tutub dedi: "Hasan Paşa, söz sənindir." Hasan Paşa durub Xotkara baş əyib dedi: "Xotkar sağ olsun. Xotkar əmri ki var, Allah əmridir. Sən doğru buyurursan. Koroğlu doğrudan da çox tüğyan edib. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələrlər. İndi ki iş bu yerə çatıb, baş üstə. Onun atasının gözlərini mən çıxartdırmışam. İnşallah Xotkarın sayəsində özünü də bu İstanbul şəhərində dar ağacından mən asaram. Ancaq Xotkar sağ olsun, onun çoxlu adamları var ki, gəlib lap böyük məclislərə girib, söhbətlərə qulaq asırlar. Sonra ona xəbər verirlər. Odur ki, fikrimi sənə təklikdə deyəcəyəm." Məclis adamları Hasan Paşanın bu sözündən ürəkdə rəncidə, yəni necədir, incisələr də bu Xotkarın qorxusundan biruzə vermədilər. Yəni həmin bu belə deyək inciliyi Xotkarın qorxusundan biruzə vermirlər. Xotkar Hasan Paşaya əhsən deyib məclisi dağıtdı. Elə ki tək qaldılar, Hasan Paşa dedi: "Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. Onu aldatmaqla tora salmaq olmaz. Biz gərək üç tərəfdən qoşun çəkib onun haqla
Onu haqla, mərəkə eləyək, hamısını bir yerdə qırıb qurtaraq. Yoxsa biz onu öldürməklə bir kar aşmaz. Xotkar dedi, Hasan Paşa, sən 40 gün möhlət verirəm. Sənə 40 gün möhlət verirəm. Əgər onu yox elədin, səni özümə sədrəzəm eləyəcəyəm. Yox eləyə bilmədin, onda... Həsən Paşa dedi, dik qalxıb dedi, sənə qurban olum. Mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özümü həlak eləyərəm. Ancaq sən bütün paşaların qoşun böyüklərinin ixtiyarını mənə ver. Deməli, burada nə deyir? Deyir ki, sən deyir, əgər deyir, onun yox elədin, səni özümə sədrəzəm eləyəcəyəm. Əgər onu yox eləsən. Və ona 40 gün möhlət verir. Xotkar deməli, Xotkardan nə istəyir? Deyir ki, bütün paşaların böyüklüyünü mənə ver. İxtiyarını mənə ver. Xotkar dedi, külli ixtiyarsan, necə istəyirsən, elə də elə. Hasan Paşa baş əyib mürəxxəs olmaq istəyəndə Xotkar dedi, bir də bu zalım oğlu zalım bu tərəfə bir dənə karvan buraxmır. Hamısını soyur, gərək bir təhər eləyib, yaraqlı yasaqlı bir karvan düzəldəsən, şəhərə biraz mal gətizdirəsən. Yoxsa bütün şəhərdə danışırlar ki, bəs Xotkar qalıb Koroğlunun əlində. Aciz, şəhərə mal gətirdirə bilmir. Hasan Paşa əlini gözünün üstünə qoyub dedi, o da mənim gözüm üstə. Gör, o dərəcə vadar olub ki, Hasan Paşaya deyir ki, yalandan bir karvan düzəlt. Bu tərəfə, nə bilim, nəydən deyir, gətir. Yarlı yasaqlı bir karvan düzəldərsən, biraz da deyir, mal gətizdirərsən ki, deməsinlər ki, belə deyir, şahın gətirdiyi bütün karvanları bəs Koroğlu soyur, ona heç nə qalmır. Və Hasan Paşa deyir ki, baş üstə. Onda Xotkar Hasan Paşaya rüsxət verdi. Özü də bütün paşalara namə yazdı ki, bəs Hasan Paşa onların üstündə külli ixtiyardır. Yəni, onların ixtiyar sahibi kimdir? Məhz Hasan Paşadır. Kim onun buyruğuna əməl eləməsə, dar ağacından asılacaq. Qasid namələri aparmaqda olsun, sən eşit Hasan Paşadan. Hasan Paşa oradan Toqata qayıdıb, bir məclis düzəltdi, tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun böyüklərini, pəhləvanları yanına çağırdı. Elə ki, yerli yerini tutdu, Hasan Paşa özü məclisə gəldi, əvvəl bir məclisə göz gəzdirdi, hamını gözdən keçirtdi. Elə ki, arxayın oldu ki, hamısı öz bildiyi, tanıdığı, etibar elədiyi adamlardır, başladı danışmağa. Xotkar məclisində onların hamısını onlara danışdı. Hamı əhvalatdan hali olandan sonra çıxarıb Xotkarın möhrünaməsini onlara oxudu. Ondan sonra dedi, bilin və agah olun, bizim tədbirimiz belədir ki, Koroğlunun üstünə 3 tərəfdən qoşun çəkək. Gərək elə eləyək ki, o göz açmağa macal tapa bilməsin. Deməli, bu Toqata qayıdır gəlir və qayıdıb gələndən sonra məclisdəkiləri gözdən keçirir ki, görüm burada Koroğlunun adamından varmı? Daha sonra və deyir ki, indi sizi bura yığmaqda mənim muradım budur ki, deyəsiniz görün bu işə kim qol qoya bilər? Kim 3 qoşundan birinin sərkərdəsi ola bilər? Məclisin üstünə elə bir su səpdilər. Daşdan, divardan səda çıxdı, məclisdən səda çıxmadı. Onda Hasan Paşa dedi, qoşunun birisini mən özüm aparacağam. Özü də qabaq tərəfdən gedəcəyim. O biri qoşunların biri sağ tərəfdən, biri də sol tərəfdən gəlib baş qatacaqlar ki, onlara da mən hər cür kömək eləyəcəyəm. Yenə də məclisdən səs çıxmadı. Hasan Paşa əmr elədi ki, 2 badə doldurub gətirdilər. O, hər badəyə bir dənə qiymətli ləl salıb dedi. O kimdir ki, bu badəni içə, ləli cibinə qoyub bu işə boyun ola. Mən əhd eləyirəm ki, Toqat padşahlığını ona bağışlayaram, üstəlik qızlarımdan birini ona verərəm. Deməli, nə eləyir? Badə gətirir və badəyə nə qoyur? Qiymətli bir daş qoyur. Neçə badə gətirdi? Deyir ki, o əmr elədi, 2 badə gətirdilər. 2 badə gətirdilər. Axı biz 3 dənə də dəstəsi olmalıdır. Birində özüdür, indi 2 dənə də sərkərdə seçməlidir axı. Və o deyir, hər badəyə bir qiymətli ləl qoydu və o kimdir ki, bu badəni içib,
Ləli cibinə qoyub bu işə boyun ola, mən əhd eləyirəm ki, Toqat padşahlığını ona bağışlayaram, üstəlik qızlarımdan birini ona verərəm. Məclisin bir tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim ola, kim olmaya? Ərzincanlı Bolu bəy ola. Bolu bəy Ərzincan qalasında qoşun böyüyü idi, igid oğlanlardan biri idi. Harda? Ərzincan qalasında Bolu bəy. Özü də çoxdan idi ki, Hasan Paşanın böyük qızı Dünya xanıma aşiq idi. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini almaq istəmişdisə, qız hər dəfə demişdi ki, iti görüm, qurdu görüm, onu görməyim. Deməli, qızın adı nə idi? Dünya xanım. O da cürət eləyib Hasan Paşanın yanına elçi göndərə bilməmişdi. Çünki bilirdi ki, Hasan Paşa qızlarını çox istəyir. Onların bir sözünü iki eləməz. İndi ki, Hasan Paşa məsələni bu şəkildə qoydu, Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa duracaq, Hasan Paşa sevincək dedi, mərhaba Bolu bəy, mən elə bilirdim ki, bu işə axırda sən gedəcəksən. Bolu bəy irəli yeriyib badənin birinin Hasan Paşadan aldı və dedi, Paşa sağ olsun, sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm, ancaq mənim bir şərtim var. Hasan Paşa dedi, şərtinidir, hər nə olsa yerinə yetirəcəyəm. Bolu bəy çox hiyləgər adam idi. O necə deyərlər, şeytana papaq tikib, təpəsinə də deşey qoyardı. Bir dəfə gözlərini dolandırıb məclisə baxdı, sonra üzünü Hasan Paşaya tutub ucadan dedi, Paşa, mən bilirəm ki, bu xotkar əmridir, odur ki, buradakı əhdə arxayınam. Bilirəm ki, burada xilaf söz olmaz. Necə ki, əhd eləmişsən, Toqat padşahlığını mənə tapşıracaqsan, məni də özünə nökər eləyib qızını verəcəksən. Mənim sözüm onda deyil, mənim şərtim budur ki, gərək Pəhləvan, Gəcər alını, bir də Mehdər Murtuzu mənə verəsən. Deməli, kimləri istəyir? Pəhləvan Gəcəralı ilə Mehdər Murtuzu istəyir. Gəcəralı Toqatın lap azman pəhləvanlarından idi. Hələ indiyə kimi onun arxasını yerə vuran, qılıncının qabağında qalxan saxlayan olmamışdı. Mehdər Murtuz da düz 7 il Koroğluya mehdərlik eləmişdi, Çənlibeli yaxşı tanıyırdı. Şərtin şəkər üstə hamısına razıyam. Bolu bəy badəni içdi, ləli götürüb cibinə qoydu, qayıdıb yerinə oturdu. Bundan sonra Hasan Paşa ikinci badəni doldurub dedi, indi növbə ikincinindir. Elə bu sözlə bir qasid toz torpağa bulanmış özünü saldı məclisə. Hasan Paşaya baş əyib bir namə verdi. Hasan Paşa naməni oxuyub gördü ki, Ərəb reyhanındandır. Yazıb ki, Hasan Paşa eşitmişəm Koroğlunun üstünə qoşun çəkirsən. Bil, agah ol, Koroğlu mənim düşmənimdir. Əgər razı olsan, mən də onun üstünə gedərəm. Deməli, kim deyir? Ərəb reyhanındandır. Ərəb reyhanı. Hasan Paşa şadlığından bilmədi ki, nə etsin. O Ərəb reyhanını tanıyırdı. Bilirdi ki, Ərəb reyhanı daha doğrusu tanıyırdı. Bilirdi ki, zor adamdır. Koroğlu ilə olan əhvalatını da eşitmişdi. Üzünü məclisə tutub dedi, ikinci adam da öz ayağı ilə gəldi. Bunu deyib Hasan Paşa badəni qaldırıb qasidə verdi və dedi, badəni iç, içindəki ləli də aparıb ağana ver. Deynən ki, yolunu gözləyirik. Tez gəlsin, gözümüz üstə yeri var. Qasid badəni içdi, ləli öpüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan Paşa vəzirinə tapşırdı ki, qasidi aparıb yedirsin, içirsin, biraz da pul verib yola salsın. Naməyə də cavab yazsın, vəzir qasidi götürüb getdi. Məclisdəkilər soruşdular ki, namə kimdən idi? Hasan Paşa dedi, Ərəb reyhandan. Hamı şad oldu, Hasan Paşa əmr elədi, çalanlar, oynayanlar gəldilər. Keyf başladı. Elə ki, yedilər, içdilər, damaqlar duruldu. Mehdər Murtuz ədəblə baş əyib dedi, Paşam sağ olsun, xotkara da qurban olum sənə də. Sizin buyruğunuz Allah buyruğudur. İndi ki bizi göndərirsən gedəcəyik. Ancaq orasını da deyim ki, Koroğlunun igidliyinin yarısı Qıratdadır. Nə qədər ki o Qıratın üstündədir, biz ona heç nə eləyə bilmərik. Əgər Koroğlunun müzməhəl eləmək istəyirsənsə, bir təhər elə, o atı onun əlindən çıxart.
Söz deyəsən Hasan Paşanın beyninə batdı. Məclisdəkilər də Mehdər Murtuzun sözünü təsdiqlədilər. Hasan Paşa dedi: "Murtuz dərdi bilən dərmanını da bilər. De görüm nə təhər eləmək olar ki, Qıratı onun əlindən çıxardaq." Mehdər Murtuz dedi: "Paşa, vallah nə bilim, day onun atını pul ilə alası deyilik ki, gərək elə bir adam ola ki, canından keçə, Çənlibelə gedə, ya Qıratı gətirə, ya da ki, özü başına Koroğluya təslim verə." Öz başına Koroğluya təslim verə. Paşa bir məclisə baxdı, hamı başını aşağı dikmişdi. Hasan Paşa özü də bilirdi ki, bu çox çətin işdir, heç kəs buna qol qoymaz. Fikirləşib yol axtarırdı ki, nə eləsin. Birdən məclisin lap başmaq çıxanından, cındırından cünürkən bir adam qalxdı ayağa. Paşa baxdı ki, bu Keçəl Həmzədir. Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məclisə qoymazdılar ki, başmaq uğurlayar, tövləyə qoymazdılar ki, qusqun uğurlayar. Quşqun bilirsiniz nədir? Məsələn, eşşəyi və yaxud da atı belə deyə yükləyəndə onun belinə navar palan da necə deyə, yəqin ki, kətdə yaşayan insanlar bilir, onu quşqun bağlayırlar ki, o navarpalan onun belindən düşməsin. Nəysə, bu da bir əlavə bir məlumat idi. Deməli, tövləyə qoymazlar ki, quşqun uğurlayar. Keçəl Həmzə kef məclisi başlananda gəlib bir təhər özünü salmışdı içəriyə ki, qarnını doyursun. Qərəz, Həmzə məclisin ortasına yeriyib dedi: "Paşa sağ olsun, bu işə mən gedirəm. Qıratı gətirmişəm. Gətirə bilmədim. Koroğlu işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə." Həsən Paşa dedi: "Bala Həmzə, əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qane edərəm." Həmzə dedi: "Paşa, mənə tək dünya malı lazım deyil." Paşa dedi: "Sənə bəylik verərəm." Həmzə dedi: "Yox paşa, o da mənə tək lazım deyil." Hasan Paşa dedi: "Səni oğulluğa götürərəm." Həmzə dedi: "Yox qurbanın olum, mənə təkbətəkliklə bunların heç biri lazım deyil." Deməli, birinci növbədə nəyi təklif eləyir? Birinci növbədə əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qane edərəm. Bunu deyir, amma Həmzə nə deyir? Deyir, mənə lazım deyil, dünya malı lazım deyil. Sonra Paşa deyir, sənə bəylik verərəm. Deyir, o da lazım deyil. Yox paşa, o da mənə tək lazım deyil. Hasan Paşa dedi: "Səni oğulluğa götürərəm, hətta oğulluğa götürərəm." deyir. Həmzə deyir: "Yox, qurbanın olum, mənə təkbətəkliklə bunların heç biri lazım deyil." Üçüncü də ki, bir yerdə nə sən verməzsən, nə də mən istəmərəm. Gəl mən səndən elə bir şey istəyim ki, mənim üçün bunların hamısından qiymətli olsun. Sənin üçün də hamısından ucuz. Hasan Paşa dedi: "İstə görüm o nədir, elə." Həmzə dedi: "Deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı Qıratdır. Bu yarısını mən gətirəcəyəm, sizə qalacaq yarısı. O yarısından da bir pay düşəcək Bolu bəyə, sənə qurban olum. Bu pay üçün sən ona Toqat padşahlığını verdin, Ləl verdin, bir də böyük qızın Dünya xanımı verdin. Gəl bu yarısı üçün də kiçik qızını ver mənə, gedim Qıratı gətirim." Hasan Paşa dedi: "Ay axmaq, niyə bəyəm? Bir qız nə oldu ki, bəylikdən, mal dövlətdən, mənə oğul olmaqdan qiymətli oldu?" Həmzə dedi: "Paşa, sən bilirsən ki, Keçəl çox bilmiş olar. Mən də gəlir çıxarımı bilən adamam. Mən bilirəm ki, sən bu üç şeyin üçünü də mənə verən deyilsən. Amma qızı mənə versən, mən olaram sənin kürəkənin. Kürəkən ki, var elə oğla bərabər bir şeydir. Ondan sonra da bəylik də özünə gələcək mal dövlətdə." Məclisdəkilər Keçələ əhsən dedilər. Həsən Paşa fikrə getdi. Qızı Keçəl Həmzəyə verməyə ürəkdən razı deyildi. Amma bu tərəfdən də fikirləşirdi ki, Qırat gəlsə Koroğlu basılacaq. O dedi: "Həmzə, razıyam. Yox paşa, sağ olsun, zəhmət çək, öz dilindən bir dənə kağız yaz, möhrünü də bas üstünə. Ver qoyum cibimə, ondan sonra mənə möhlət qoy, vədə başına gətirdim. Haqqımı ver, gətirmədim, boynumu vur." Hasan Paşa çarını açar, öz dilindən bir dənə qol kağızı yazdı, möhrünü də üstünə basıb verdi Həmzəyə. Həmzə kağızı alıb qoydu qoltuğuna, sonra Hasan Paşaya dedi: "İndi mənə izin ver, mürəxxəs olum, yolçu yolda gərək." Bunu deyib Keçəl Həmzə məclisdən çıxdı. Hasan Paşa bu işə çox şad oldu. Məclisi dağıtdı, Bolu bəyə deməlisini dedi, tapşırılmasını tapşırdı.
Yola saldı ki, gedib hazırlansın. Özü də bir namə yazıb, bir qasidlə Bəyazidli Əhməd Tacirbaşıya göndərdi ki, səninlə çox vacib işim var. Başını orada islahat, burada qırxdır. Deməli, nə deyir? Deyir ki, bunu deyib deyir, Keçəl Həmzə məclisdən çıxır. Həsən Paşa bu işə çox şad olur, məclisi dağıdır. Bu Bolu bəyə deməlisini deyir, tapşırılasını tapşırır, yola salır, gedib hazırlansın. Özü də bir namə yazıb, bir qasidlə Bəyazidli Əhməd Tacirbaşına göndərir. Bəyazidli Əhməd Tacirbaşıya göndərir ki, səninlə çox vacib işim var. Başını orada islat, burada qırxdır. Bəli, qasid Əhməd Tacirbaşı üçün Bəyazidə getməkdə olsun, Bolu bəy hazırlaşmaq üçün Ərzincana getməkdə olsun. Sənə kimdən deyim? Keçəl Həmzədən. Keçəl Həmzə çırağını geydi, patavasını bərk etdi, torbasını bir-iki çörək qoyub belinə bağladı. Yola düzəlib piyada gündə bir mənzil yol getdi. Axırda bir axşamüstü gəlib Çardağlı Çənlibelə çatdı. Deyirlər ki, Koroğlu Ağqayada oturub karvan yollarına baxırdı. Bir də gördü ki, budur, bir nəfər gəlir. O qədər gözəldir ki, Həmzə gəlib qayanın dibinə çatdı. Başladı cığır yuxarı dırmaşmağa. Koroğlu qayadan düşüb kəsdi onun qabağını ki, dayandı, görüm kimsən, hardan gəlib, hara gedirsən? Həmzə baxdı ki, qabağındakı bir oğlandı ki, adam üzünə baxmağa ürək eləmir. Boy, buxun, qol, bilək, süysünün əti qat-qat tökülüb. Qara bığlar kəl buynuzu kimi deşərəm, deşərəm deyir. Gözlər tərlan gözü kimi oynuyur. Belində bir qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu Koroğludur. Hiylə niqabını çəkdi üzünə. Özünü tanımazlığa vurub dedi, Koroğlunu axtarıram. Koroğlu soruşdu, neynirsən Koroğlunu? Həmzə dedi, qadan balam mənim bu canıma gəlsin. Mən ilxıçıyam. Ömrümü, günümü bəy paşa qapısında çürüdüb ilxiyə getmişəm. O necə deyərlər, qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım zil töküb. Anamı görüm ki, məni doğan gün bir qara daş doğa idi. Başım keçəldi onun ucbatından. Heç bir qapıda duruş gətirə bilmirəm. Nə qədər işə can yandırsam da, elə ki, keçəl olduğumu bildilər, çıxardıb qovurlar. Day bu keçəlliyin üzündən gen dünya mənə dar olub. İndi başına dönüm Koroğlunu deyib gəlmişəm. Deyirlər, o çox mərd adamdır. Çörəyə qızırqanan deyil. Ya budur, məni qoysun elə qapısında, bacasında, süfrəsinin quruğundan yeyib dolanım. Ya da bu başımı çəkib bədənimdən qopartsın. Bu dünyanın dərd qəmindən azad olum. Bunu deyib Keçəl Həmzə elə ağladı ki, gözünün yaşını bıldır tökdü. Koroğlunun Keçələ yazığı gəldi, dedi, dur gedək. O Koroğlu dediyin elə mənəm. Bunu eşitcək Həmzə düşdü Koroğlunun ayaqlarına ki, qurban kəsilim sənə. Koroğlu, məni qapıdan qovma. Koroğlu onu qabaqlayıb dedi, dur ayağa, kişisən, kişi bir qarın çörəkdən ötürü ayağa yıxılmaz. Keçəl Həmzə durdu, Koroğlu dedi, de görüm əlindən nə iş gəlir? Həmzə dedi, can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kababçı eləməyəcəksən, nə də ki, şərabçı. Elə mənə bir dənə at tapşır, bəsliyim sənin üçün. Dədə baba sənətim odur. Koroğlu Keçəl Həmzəni götürüb gəldi. Dəlilər Həmzəni görüb dedilər, ay Koroğlu, bunu bahardan tapıb gətirdin. Bunun gözləri Üçtəpə sağsağanının gözləri kimi qayır qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə getsin. Bunu kim deyir? Deməli, dəlilər deyir. Koroğlunun dəliləri. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri sakit eləyib dedi, görürsünüz yazığın birisidir. Bizə nə eləyəcək? Qoyun süfrəmizin qırıq-quruğundan yeyib qapıda, bacada dolansın. Keçəl Həmzə qırıq-quruqdan yeyib qapıda, bacada qurdalanmağa başladı. Xanımlar, dəlilər nəyə buyurdularsa gedərdi. Getdiyi işi yaxşı da yarıdardı. Belə zirəkliyinə görə dəlilərin xanımların yanında Keçəl Həmzənin hörməti artdı. Koroğlu da Keçəl Həmzənin diribaşlığını görüb onun adını dəyişdirib Kaloğlan qoydu.
Tövlədə bir böyük yabısı var idi. O qədər yüklənmişdilər ki, sümükləri çıxmışdı. Ona baxmağı da Keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıdan müğayət olmağa başladı, amma nə başladı? Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən, tövlədəki atların otundan, arpasından oğurlayıb yabının qarnına tökürdü. Bir neçə gündə yabını elə kökəltdi ki, dərisinə sığmaz elədi. Bir gün Koroğlu tövləyə atların yanına gəlmişdi, yabıya baxıb mat-mətal qaldı, dedi: Ay Kaloğlan, sən atdan nə yaxşı müğayət olmuşsan, indi ki belə ata baxmaq əlindən gəlir, Dürat bu il çox sınqındı, tapşırıram onu sənə, gərək onu da qırata çatdırasan. Düratı qırata göyə. Bu işə xanımlar, dəlilər razı olmadılar, amma Koroğlu onlara qulaq asmadı. Deməli, Düratı tapşırır, deyir ki, gərək onu da deyir qırata çatdırasan, qırat kimi, yəni kökəldəsən. Keçəl Həmzə bir neçə gün, buna kim razı olmadı amma, xanımlar, dəlilər yenə razı olmur, amma Koroğlu onlara qulaq asmır. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı, elə ki at başladı dirçəlməyə, birdən arpasını xırpdan kəsdi, Dürat yenə başladı arıqlamağa. Koroğlu işi bilə görüb soruşdu: Ay Kaloğlan, bu ata nə oldu belə? Yenə gün-gündən dala gedir. Olmaya yaxşı baxmırsan? Keçəl Həmzə dedi: Mən əlimdən gələni eləyirəm ağa, amma at o necə deyərlər, gecə-gündüz içəridə başından bağlıdır, ayaqlarından bufxovludur. Nə eşək üzü görür, nə gün üzü. Yəqin ki, ondan sınıxır. Qırat ilə Dürat bir tövlədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın açarını Keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər: Ay Koroğlu, sən necə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar edib Düratın buxov açarını niyə verirsən? Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç zad olmaz.